Prezidentin Ağdərə səfəri onu göstərdi ki, azad edilmiş torpaqlarda quruculuqla yanaşı insan amili, şəhid ailələrinə diqqət və dövlət, xalq birliyi əsas prioritetdir. Ağdərə bugün qayıdışın ünvanı, sabahın isə güclü Azərbaycanının simvoludur. Prezident Ağdərədə. Qarabağda həyat qaynayır. Dağların, daşların, torpağın yaddaşına qayıdış səsi yazılır. Prezidentin bölgəyə gəlişi ilə yeni, həyatı vacib obyektlərin açılışı Qarabağın inkişaf mərhələsinin sürətlənməsinə daha bir təkan olur. Bu səfər təkcə açılışlarla yadda qalmadı. Həm də illərin həsrətinə son qoyub geri qayıdan sakinlərin öz sevincini dövlət başçısı ilə bölüşməsi oldu. Şamala xanımdır, ailə başçısı. Hoş gəlmişsiniz. 3 nəfərdirlər, oğlu, qızı. Çok güzel, çok güzel. Hoş geldiniz. Sağ olun, siz de hoş geldiniz. Biz neçə gündür gəldiniz? Sizin sənərinizə xoş gəlmişik. Sənin də Qarabağa ilk addımın çox xeyirli olsun. Bizim üçün də mətədiyim uğurlu olsun. Bu kadrlar, bu sadə insanların dilindən səslənən səmimi ifadələr bir daha göstərir ki, dövlətin vətəndaşının yanında olması hər zaman bəhrəsini verib və gedilən, tutulan yol düz və uğurludur. Mənim boyuna qurban. Sağ olun, sağ olun. Canım sənin boyuna qurban. Necə? Ağdərə səfərinin ən kövrə yanı isə bu ananın sözləri oldu. Şəhid anası dövlət başçısına oğlum məni sizə əmanət edib dedi. Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam. Mənim bugün yanımda ikinci bir oğlum yoxdur. Mənim Azərbaycanın qeyrətli oğlanlar mənim oğlumdur. Oğlum məni sizə əmanət eləyir. Biz ata yurdumuza, siz də şəhidlərin qanı qədər, haqqı qədər olan Qarabağ, Ağdərəyə xoş gəlmişsiniz. Sağ olun. Bu bir cümlə əslində dövlətə, onun başçısına olan sevginin, etimadın özüydü. Prezident həmin anda təkcə ölkə rəhbəri kimi yox, həm də bu ananın timsalında bütün şəhid analarının dayağı kimi dinlədi. Bu sözlər Ağdərənin səmasında ən müqəddəs ant kimi yadda qaldı. Əslində bu kadrların hər birinin özünün dili var. Bu mənzərə dövlət xalq birliyinin görüntüsü olmaqla yanaşı həm də bir mesajdır. Cənab Prezidentin işğaldan azad edilmiş bölgələrdən verdiyi mesajların önəmli əhəmiyyəti vardır. Buradan Cənab Prezident həm daxili ictimaiyyəyə, həm də eyni zamanda qlobal auditoriyaya çox vacib mesajlar verir və Azərbaycanın qalib tərəf kimi, qalib dövlət kimi regionda diktə etdiyi şərtlərin və şərtlərin sülh narrativlərinə əsaslandığını bir daha göstərmiş olur və bugün Cənab Prezidentin işğaldan azad edilmiş bölgələrə hər bir səfəri Azərbaycanın işğal prosesini bitirdikdən sonra necə maksimum və çevik bir şəkildə işğal illərində dağıdılmış bölgələri cənnətə çevirdiyini dünyaya göstərir. Prezidentin növbəti Qarabağ, Ağdərə səfəri bir daha göstərdi ki, bu torpaqlarda təkcə yollar, binalar, evlər bərpa olunmur, həm də etimad güclənir. Sakinlərin sevinci, ümidli baxışları, prezidentlə birbaşa ünsiyyətləri Qarabağa qayıdışın ruhunu formalaşdırır. Bu qarışıq dünyada bundan gözəl daha nə olmalıdır ki? Bəturiyə Nəbiyeva, Nadir Cəlilov, Space.